Salam. Xoş gördük değerli yoldaşlar. Bu heyvan çıxıb satışa. Öz qoyunumda Oğuz rayon Caltı bir qəsəbəsində qalır bu qoyun. 51 dənə qoyundur. 20 dənəsi balalıdır. 2 dənə içində də mərfətli qoşdur. İndi bunlar hamısı boğaz heyvanlardır. Balalılar o tərəfdədir. Balalar yanındadır. Çəkəcəm onu da inşallah. Qoyun dur. Heyvanın sortu Qarabağı ilə Qaradolağın qarışıdır. Yəni heyvanın sortuna söz yoxdur. Hamısı boz. Boz kərə, qomral kərə qoyunlardır. Hamısı da bu gördüyünüz tox şəhlərin hamısı da yelinli. Hamısı. Yelin üstə 20 dənəsi balalı. Hamısı biri-birindən gözəl heyvanlardır. Axşama düşdü biraz bunu çəkməyim. Heyvan tərpənmir o tərəfə, bu tərəfə qəşəng çəkəm. Heyvana söz yoxdur yəni. Heyvan bax belə. Qarabağı olan Qarabağıdır bu cür. Bu cür də Qaradolaqdır. Da bunu tanıyan tanıyır da. Bilən bilir. Yenə deyirəm. 51 dənə qoyundur. Cavan. Cavan heyvandır. Heyvanın əksəriyyəti cavandır. Cavan. 1-2 dənə içində diş salan heyvan var. 2 dənə. Onun da hərəsinin altında 27-28 kilo diri çəkisi olan balaları var. Heyvana söz yoxdur. Bax bunlar hamısı birinci qarına olan şişəklərdir. Bax bunlar hamısı birinci qarına olan şişəklərdir. Bax 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 birinci qarnadır. Bax 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 bunlar hamısı birinci qarnadır. Bax. Bax bu olsun bu bəri baxan. Olsun o tərəfdən duran hamısı birinci qarnadır. Bax o ağacı başını setkiyə tərəf tutan şişək birinci qarnadır hamısı. O qomral o da birinci qarnadır. Əksəriyyəti birinci, ikinci, üçüncü qarnadır. Yəni 4-cü balıya, 5-ci balıya heyvan azdır bu heyvan içində.